Hər vaxtınız xeyir olsun. Biz gedirik böyük alış-verişə Lidl-a. Burada araba götürmək üçün 5 dinar ödəyirik. Bu da hardasa Azərbaycan manatıyla 8-9 qəpik eləyir. Un məmulatları mənim ən sevdiyim bölmədir. Amma bu dəfə yan keçdik. Burada da Nikola drifting eləyir Belanla. Mən sağ tərəfə baxanda görürəm, sol tərəfdən Nikola bir dənə sushi götürüb. Burada Lidl dükanlarına girmişsinizsə, belə bir şeylər görürsünüz ki, orada satılır. Hər cür, hər çeşid məhsul var. Paltarlar, uşaq oyuncaqları qabaqda göstərəcəm. Maraqlıdır. Burada kişi avadanlıqlarıdır. Mənim də çox xoşum gəlir əslində belə aparaturalardan. Bayaq dediyim kimi qabaqda uşaq oyuncaqları, əşyaları da görürük. Bir dənə belə tomat götürdüm. Dolmaya filan. Serbiyaya idxal olunan məhsullar arasında ən çox Balkan ölkələrindəndir təbii ki. Yunanistandan daha çox var. Və İspaniya, İtaliyadan da gördüm. Spagetti 5 nömrə götürdüm, 3 nömrə yox idi. O daha nazik idi. Həm də tez pişir. Alışverişimizi sona çatdırmaq üzrəyik. Xeyli şey almışıq, amma siyahımız üzrə çatışmayan şeylər də oldu. Ya tapmadıq, ya da tənbəllik elədik bir quruqda gəzib axtarmağa. Kassaya çatdıq. Nə qədər adam var? Sonunda ən xoşbəxtimiz Nikola görünür. Baxın, baxın. We are done with Lidl. Lidl in the middle. Kaka Bela, tacı Lidl middle. Hara gəlmişik Bela? Bilmirsən? Какой Lidl middle? Biz həftə sonumuzu belə başa vurduq. Hələlik sağ olun.